Azərbaycan nə hala gəlib çatıb ki, nə hala salıblar ki bunlar. Düşürsünüz. Onun müxalifəti bu haldadır. Yazısı da bu haldadır. Yəni nə halda? Yəni kəramətin bu halda. Yəni halını görürsünüz də. Başa düşürsünüz. Onun işi kitabı yazmaqdır. Mən indi Sovet dönəmindən qalan o yazıçılar ittifaqı var. Kişi, Rusun düzəltdiyi sistem özü çirkabdır. O getməlidir. Sistem dəyişilməlidir. Sistem və dəyişilir. Bax buradan gedir belə. Və deyirlər ki, obrislər korrupsiya orada olub korrupsiyaya əl vurmamaq mümkün deyil. Başa düşürsünüz, bu sistemin özü belədir. Bu Çar Rusiyasından belədir. Həmişədir o, bilirsiniz də məşhur bir Karamzin gedib Romaya, Rimski-Korskana məşhur bəstəkarla. Orada ne üçün Korskov özünə Rimski qoymuş ki, orada yaşayırdı. Çünki Rimski də bu Romalı düşüncəsində yaşayırdı. Soruşur ki, necədir vəziyyət Rusiyada? Bir dənə söz deyir, varuyut. Varuyut. Bu sistem ancaq oğurluq üzərində qurulur.